Peyğəmbərə salavat göndərir. Allahumma salli ala Muhammed Ali Muhammed. Çok güzel sualdır. Bu kardeşin müvəffəq olması için Peyğəmbərimizə salavat göndərək. Diqqət edin, mövzu hələ Qurandan kənara çıxmayacaq, hələ Quranla. Quranda Allah Taala İbrahim əleyhissalamı iki hissəyə böləcəm mövzunu. Allah Taala İbrahim əleyhissalamı Nuhun şiəsi deyərək vəsf edir. Min şiətihi. İbrahim Nuhun şiəsidir. İndi sən Quranın tərcüməsini açacaqsan, görəcəksən yazırlar ki, İbrahim Nuhun tərəfdarıdır. Yəni, niyə tərcümə, kafiri tərcümə eləmirsiniz, müsəlmanı eləmirsiniz, münafiqi eləmirsiniz, filanı eləmirsiniz. Kəlməyə çatanda elə bir buna qarşı bir terror aktı hazırlanır. Harada o mənalar var, ikinci dərəcəli, onları verirlər. Şiə də belə eləyir, digəri də belə eləyir. Allah İbrahim əleyhissalamı deyir ki, Quran dili ilə İbrahim Nuhun nə idi? Şiəsidir. Cavab verəcəm, o səndən əl çəkməyəcək. Peyğəmbərimizə salavat göndərir. Bax, diqqət edin. Deməli, İbrahim oldu Nuh əleyhissalamın nəyi? Şiəsi. Umumən, məsələn, biz də şiəyik. Yəni, biz kosmosdan gəlmişik. Məsələn, yad bir planetdən gəlmişik. Şiə, yəni, Peyğəmbərin tərəfdarı. Peyğəmbərin arxasıca gedən. Peyğəmbərin və əhl-i beytin arxasıca gedənə deyilir şiə. Məsələn, inşallah onu təqdim eləyəcəm. Burada yox, o xüsusi bir çəkilişdir. Səhabələrin tərcümələrində hətta yazırlar ki, Kânə min şiəti Əli. Bu səhabə, Peyğəmbər səhabəsi Həzrət Əlinin şiəsi olub. İndi Qurandan kənara çıxmayaq. Yəni, o dəlil sübut istəyən olsa ki, səhabə şiə olub, onu mən kitabdan təqdim eləyə bilərəm. Deməli, İbrahim əleyhissalam Nuh əleyhissalamın nədir? Şiəsidir. Ay, siz başa düşmürsünüz, şiə burada başqadır, orada başqadır. Sən öz fikrində ol, biz də öz fikrimizdəyik. Kəlmənin zahiri budur, şiə. İndi Peyğəmbər oldu, Peyğəmbərin nəyi? Şiəsi. Yəni, Nuhun gətirdiyi fikirləri, yaşadıb, təbliğatını aparan, onları itibata düşməsinin qarşısını alan, bu vəzifəni yerinə yetirən İbrahim Peyğəmbərə Allah Taala bir neçə vəsf eləyib, Xəlil tərcümə olunmur. İbrahim Xəlilullah filan tərcümə olunmur. İbrahim şiə, o tərcümə olunur. Başqa sifətlər tərcümə olunmur. Xülasə, deməli, Peyğəmbər Peyğəmbərin neyi sayılır? Şiəsi sayılır. İndi gəlirik, deməli, Quranla Peyğəmbər Peyğəmbərin şiəsi ola bilər. Quran. İndi gəlirik Peyğəmbərin şəriətinə iman gətirənlərə, sıravi bizi kimi insanlara. Bizim adımız nədir? Bizim adımız nədir? Müxtəlif adlar var, müsəlman var, mömin var, müttəqi var, filan var, filan var, filan var. Bir də şiə. Hələ o da Qurandadır. Deməli, Quran ayəsi belədir. İstəğasəhullezî min şiətihi aləllezî min aduvvihi. Deməli, Musa əleyhissalamın şiəsi, Musa Peyğəmbərin şiəsi, yəni, görsən, yenə o tərəfdarla mövzu bağladıq, qoyduq kənara. Yəni, bu tərəfdar deyib üstündən keçməyin. Bu, Quran vəsfidir, Quran. Allah deyir bunu. Peyğəmbərə iman gətirən şəxsə deyir nə? Şiə. İndi Musaya iman gətirən şiədir, amma İsa'ya iman gətirən nədir? Nədir? O da şiədir. O da şiədir. İndi izah elədim ki, elə buradan alıb buradan buraxdınız. Elə olmur. Bu Allahın bir, belə deyə də, hökmüdür.
Peyğəmbərin şəriətini qəbul eləyənə deyir şiə, Peyğəmbərin şəriətini, özünü və şəriətini qəbul eləməyənə deyir düşmən, əduv. Allah belə deyirsə, bəndə o tərəfdən bir beybəndi çıxartmağa ixtiyarı yoxdur. Yəni bu Qurandır, xoşum gəlir, ay şiyələrdən zəhləm gedir, şiyələr belə, şiyələr, sünnilər. Bu mövzuya heç dəxli yoxdur bu məsələnin. Allah və sən. Tərcümədə belə yazılmıyor, bax, tərcüməçilərin özünün xüsusi məqsədləri var. O məqsədlərə uyğun tərcümələr də olunub. Ayənin mətnində elə kəlmə yoxdur, onu yazırlar. Ayənin mətnində olmayanı şey edirlər. Keçən o dünənki görüşümüzdə qeyd elədim ki, Nur 11-ci ayədə ifk ayəsi deyilir. Orada Əbu Bəkir qızı Ayşənin adı yoxdur. Amma Səudiyyə kimi böyük bir, belə deyək, dini bir mərkəz mötərizəsiz Ayşənin adını orada qeyd edir. Quranda olmaya. Deməli, Qurana da müdaxilələr olunur, istər tərcüməsinə, istər belə. Hər halda, deməli, Allah Musa Peyğəmbərə, Peyğəmbər kimi tanıyıb, onun şəriətini qəbul eləyib, əşhədü ənnə Musa Rəsulullah deyənə, deyir nə? Şiyə. İndi İsa'ya iman gətirənə nə olacaq, nə deyəcək? Quranla şiyə. İbrahimə iman gətirənə şiyə. Nuh'a hansı Peyğəmbər olursa olsun, onu tanıdın və ona iman gətirdinsə, sən onun nəysən? Şiyə. Şiyə kəlməsi müqəddəs kəlmə deyil. Diqqət edin, şiyə kəlməsi müqəddəs kəlmə deyil ki, harada şıyla nə başladısa cənnətə daxil olacaq. Yox, elə deyil. Şiyə kəlməsi baxır sənin imanınla qiymətə minir və imansızlığınla da qiymətdən düşür. Əgər sən Abu Süfyanın şiyəsisənsə, qiymətdən düşəcəksən. Həzrət Əli deyir, Ali Əbi, ya şiət Ali Əbi Süfyan. Abu Süfyan ailəsinin şiyəsi. Bu şiyənin bir qiyməti yoxdur. Bu şiyənin, o kör kimi də dünənləri izah elədim. Kör, Quranda bir ayədə cənnətə gedir, digər ayədə ən azğın adama deyilir nə? Kör. O baxır, o kəlmənin içi nə ilə dolur? Nə ilə dolur? Məsələn, sən də müsəlmansan, kafir də müsəlmandır. O neyin müsəlmanıdır? Öz əqidəsinə təslim olub müsəlman. Sən də öz əqidəyə təslim olmuşsan, olursan nə? Müsəlman. Aydın? Yəni, baxır sən kəlməni için necə doldurursan. İçini nədir? Necə doldurursan. İndi misallar gətirəcəm kafir kəlməsini. Dəhşətə gələcəksiniz ki, biz elə bilirdik, kafir elə başına qapaz vuruymuş. Kafir, hər kafirin başına qapaz vurmaq olmaz. Xülasə, Quran deyir ki, Peyğəmbər özündən öncəki Peyğəmbərin şiyəsi ola bilər. İndi araşdırmaq lazımdır ki, Peyğəmbərimiz özündən öncəki Peyğəmbərin şiyəsi olub ya yox, o soranın işidir. Və Peyğəmbərə iman gətirən şəxslərə də Quran deyir nə? Şiyə. Xoşun gəlmir, özün bilərsən, o başqa məsələ. Tamam. Peyğəmbər və əhl-i beytinə salavat.